Hamı deyir ki, Azərbaycanda futbol yoxdur, amma mən ondan razı deyiləm. Azərbaycanda futbol var, çünki biz 7-8 il bundan qabaq kim deyə bilərdi ki, bizim gözəl, yəni ki, nəticəli Qarabağ komandası gəlib Çempionlar Liqasını oynayacaq və çıxmaq şansı var. Və nəinki Qarabağ, Neftçi var, Qəbələ var, Sumqayıt var və digər Araz Naxçıvan komandaları var. Artıq mən Azərbaycan çempionatına baxıram, az da olsa və fürsətdən istifadə edib bütün futbolçuları salamlayıram və komandalara uğur arzu edirəm və ən başda da Qurban hocanın, yəni ki, Qurban müəllimin həqiqətən böyük əziyyəti var. Həqiqətən də çox yəni baxırıq, fəxr edirik və Qarabağda o qədər işləri görüblər ki, və pərdə arxası biz görmədiyimiz orada əziyyət çəkən insanlar var. Mən heç doğrudan da ad olaraq bilmirəm, amma onların hamısını salamlayıram və biz onların əziyyətini dəyərləndiririk və onlara uğurlar arzu edirik.